Hər vaxtınız xeyir olsun dəyərli yoldaşlar. Bugün sizlərlə o vərdiliyindən sonra verginin işlənmə qaydalarına baxacağıq. Biz bildik ki, o vərdikləri o həm şəxs əvzidir, həm işarə əvzidir, bu isə işarə əvzidir. Biz bildik ki, o şəxs əvzi kimi işləndə ondan sonra vergi işarəsi qoyulur, işarə əvzi kimi işləndə vergi işarəsi qoyulmur. Ancaq burada bir sıra məqamlara diqqət yetirəcəm. Məsələn, deyir ki, o gedir. Burada nədir? Ondan sonra nə gəlir? Feil gəlib. Deməli, o şəxs əvzi kimi işlənəndə, ondan sonra feil gələndə deməli vergi işarəsi qoyula bilməz. Sonra o şəxs əvzi kimi işlənəndə, ondan sonra köməkçi nitq hissələri, ədad, bağlayıcı, nida gələndə, bir də modal sözlər istisna halında məsələn ədad gəlsə, məsələn belə bir cümlə yazaq. Məsələn, o da gəlir, o da gəlir. Burada da gəldiyi üçün nədir? Ədad da gəldiyi üçün bağlayıcı daha doğrusu vergi işarəsi qoyulmalı deyil. Köməkçi nitq. Amma deyirəm ki, o əlbəttə gələcək. Burada nədir? Burada modal söz gəlir. Biz bilirik ki, modal söz gələndə hər iki tərəfdən vergi işarəsi qoyulur. Artıq bu vergi işarəsi o şəxs əvzinin tələbi deyil. Bu artıq modal sözün tələbidir. Yəni burada istənilən söz olsa yenə vergi işarəsi qoyacaq. Çünki biz bilirik ki, modal söz ortada gələndə hər iki tərəfdən vergi işarəsi qoyulur. Məsələn, testlərdə bizi necə çaşdırır? Biz bilirik ki, modal sözlər 3 dənə modal söz var ki, onlardan sonra vergi işarəsi qoyulmur. Bənzətmə müqayisə bildirən modal sözlərdir. Sanki, güya, elə bil. Yəni, bu modal sözlərdən sonra vergi işarəsi qoyulmur. Testlərdə çaşdırması verir ki, hansı cümlədə o şəxs əvzindən sonra vergi işarəsi qoyulmalı deyil. Yəni, məsələn, deyir ki, o sanki, biz, yəni götürür ki, məsələn, o sanki işi bilmir. Avtomatik biz fikir vermirik, götürürüm ki, məsələn, oradan sonra modal söz gəlir, vergi işarəsi qoyulmalıdır. Əslində qoyulmalı deyil. Nəyə görə ki, sankidən sonra vergi işarəsi qoyulmur. Yəni, testdə bizi çaşdırıcı məqamlar bunlardır. Sonra, testdə ən çox çaşdırıcı məqamlardan biri də ki, zərf feil kimi işlənə bilən sözlərdir. Biz dedik ki, feildən sonra nə olur? Vergi işarəsi qoyulmur. Ümumiyyətlə, feilin təsvirlən formu biz dedik ki, yenə feil sayılır. Qaçaraq söz var. Məsələn, deyirəm ki, o vergi işarəsi qoysam buna. Qaçaraq gəldi. Burada deməli odan sonra vergi işarəsi qoyulubsa bu avtomatik nə sayılacaq? Zərf sayılacaq. Qaçaraq gəldi. Vurğu aya düşəcək. Əgər şərtdə bizə deyilsə, məsələn, vurğu birinci hecaya, məsələn, qaçaraq sözündə vurğu birinci hecadadırsa, məsələn, o şəxs əvzindən sonra vergi düzgün qoyulubmu? Xeyr, məsələn, əgər vurğu birinci hecada düşünsək, o şəxs əvzindən sonra vergi işarəsi işlənə bilməz. Ən çox diqqət çəkən məqamlardan biridir. Məsələn, istənilən qaçaraq sözü nə verirlər? Burada o şəxs əvzindən sonra vergi işarəsi qoyulur. O şəxs əvzindən vergi işarəsi qoyulsa, deməli nə sayılır bu? Bu artıq zərf sayılır. Bu heç vaxt bunu biz feili bağlamına götürə bilmərik. Çünki biz bilirik ki, o şəxs əvzindən sonra feil gələndə vergi işarəsi qoyulmur. Yəni, əsas vacib məqam budur. Bu məqam həm də bizə qaçaraq sözünün zərf və ya feil olduğunu bizə göstərir. Ən çox testlərdə qaçaraq sözünün formada verirlər. Sonra o, bir də feillər deyirik, amma feili sifət gələndə, məsələn, o oxuyandır. Feili sifət gələndə istisna halda, yəni feili sifət gələndə vergi işarəsi qoyulur. Bunu yadınızdan çıxarmayın. Sonra, məsələn, biz deyirik ki, o həm şəxs əvzidir, həm də işarə əvzidir. Bizə çaşdırmaq üçün, bu bilir ki, yalnız işarə əvzidir. Bizə çaşdırmaq üçün deyirlər ki, hansı cümlə deyir, bu şəxs əvzindən sonra vergi işarəsi doğrudur. Məsələn, deyir ki, məsələn, bu yaxşı oxuyandır. Burada
Siz avtomatik götürür ki bunu kimsə bundan sonra vergi şahsı qoymalıdır. Xeyr, yanlış bu. Şəxs əvzi deyil, işarə əvzidir. Yəni əsas şərtə fikir vermək lazımdır ki, bizdən nəyi soruşur. Sonra biz bilirik ki, o bu əvzliklərindən sonra əvzlik gələndə vergi şahsı qoyulmur. Amma istisna məqamı isə onun sadalanma olmasıdır. Məsələn, o, mən evə getdik. Burada nədir? Burada vergi şahsı qoyulub, əvəzlik gəlib. Deməli, bu sadalanmanın vergidir. Şöyle həmcinsliyin vergidir. Deməli, burada həmcinslik mütləq tələb edir ki, nə qoyulmalıdır? Vergi qoyulmalıdır. Yəni, vergi mütləq qoyulmalıdır burada. Çünki vergi daha çox sintaksin bir üzvüdür. Yəni, sintaks deyilsə, burada vergi qoyulmalıdır, deməli, qoyulmalıdır. Bu qarşıdır, bu həmcinsliyin vergidir. Əgər, məsələn, formada yazsaq ki, o mənə söz dedi. O mənə söz dedi. Baxın, burada odan sonra vergi şahsı qoyulub bilmək. Çünki nə gəlib? Əvəzlik gəlib. Burada amma sadalanma yoxdur. Söz diqqət məqam buradadır. Sonra, iki cür düşünmək var. Deyirəm ki, bu kitabı mənə verdi. Mənə verdi. Baxın, biri var fikirləşən bu kitabı mənə verdi. Bir dakika bu kitabı mənə verdi. Görürsünüz, iki cür düşünmək olar. Burada işarə əvəzliyini. Deməli, buradan vergi şahsı qoyula edə bilər, qoyulma edə bilər. Təsəvvürdə düşür ki, məsələn, hansı cümlədə işarə əvəzliyindən sonra vergi şahsı qoyula bilər, qoyula bilməz. Bu cür hallara fikir verəcəksiniz. Yəni, izahımız bu qədər. Sizin üçün faydalı olsa, bəyənib dəstək ola bilərsiniz.